Salam, hər vaxtınız xeyir olsun. Kanalımızda hər birinizi xoş gördük. Bu günləri sizlər üçün çox bərəkətli, cəmsi 5 yumurta ilə hazırlaya biləcəyiniz cemli, bananlı, yumuşaq rulet hazırlayıram. Bunun üçün 5 yumurtanı geniş bir qaba sındırıram və 1 çimdik duz söküb 3-4 dəqiqə ərzində dayanmadan mikserin yüksək dərəcəsində çalıram. Yumurtalar otaq temperaturunda olmalıdır və həcmi 3-4 dəfə artana qədər çalıram. Daha sonra 5 yemək qaşığı şəkər tozunu və 1 paket vanili mikseri dayandırmadan əlavə edirəm çaldığım qarışıma. Çaldığınız kütlənin qatılığı gördüyünüz kimi olmalıdır. 3 yemək qaşığı soyuq su əlavə edirəm tərkibinə kütlənin və biraz da qarışdırıram. Mən qabartma əlavə etməyəcəm. 5 yemək qaşığı unu hissə-hissə ələkdən keçirdirəm və tökdükcə unu da kütləmizi qarışdırıram. Əlimi dayandırmadan qarışdırıram eyni istiqamətə. Yumurtanı ilk dəfə çalanda birinci etapda əgər sizin yumurtanız yaxşı köpürmürsə, həcmi 3-4 dəfə artmayıbsa, unu əlavə edəndə bir paket də qabartma qatın ununuzun tərkibinə. Çaldığım qarışımı sobanın listinə yerləşdirirəm və əvvəlcədən isidilmiş sobamızda 180-200 dərəcə arası 8-10 dəqiqəyə bişirəcəm. Mən gavalı cemindən istifadə edəcəm. Bunu necə hazırlamışam kanalımızda paylaşmışam sizlər üçün. Bananları isə soyub 2 hissəyə bölürəm. Dəyərli izləyicilər, videomuzu bura qədər izləyirsinizsə, kanalımıza abunə olub, yorum yazmağı unutmayın, bizə dəstək olmaq üçün və hər birinizə öncədən təşəkkür edirəm. 10 dəqiqə ərzində ruletimizin xəmiri bişdi. Xəmir soyumamış, isti-isti yanlarını kağızdan ayırıram və cemi biskvitin hər tərəfinə yayacam. Əziz xanımlar, əgər sizin əlinizin altında hazır ceminiz yoxdursa, əncir, ərik, çiyələk mürəbbəsini əzib cem əvəzi istifadə edə bilərsiniz. Və cemin üzərinə bir bananı 2 hissəyə bölmüşdüm. Onları belə yerləşdirirəm. Onu da deyim ki, mən bir banandan istifadə etdim. İkinci banana ehtiyac olmadı. Gördüyünüz kimi, xəmiri sobadan çıxardan kimi mən elə isti-isti üzərinə cemi sürüb bükməyə başladım. Soymağını heç gözləmədim. Uzun zamandır ki, mən bu üsulla hazırlayıram ruletləri. Heç zaman qırılmayıb və yaxud da ki, əzilməyib. İstəyə görə üzərinə şəkər pudrası sərpirəm. Ruletimiz artıq hazırdır və çəkisi də 1 kiloqramdan artıqdır. Ruleti bükən kimi doğramağa başladım. Əgər sizin vaxtınız varsa, yarım saat gözləyin, sonra doğrayın. Gördüyünüz kimi ruletimiz pambıq kimi yumuşaq çıxıb, o qədər də ləzzətlidir. Evdə olan ərzaqlarla 20 dəqiqə ərzində bu qədər rulet hazırladım. Həm doyurucu, həm də çox da ləzzətli bir rulet alındı. Əziz xanımlar, siz də hazırlayın. İnşallah ki, növbəti videolarımızda görüşərik. Sizin reseptlərinizi, yorumlarınızı gözləyirik. Hansı yeməkləri, şirniyyatları kanalımızda görmək istəyirsinizsə, yazın, bizimlə bölüşün. Salamat qalın, Allaha əmanət olun.